Salam değerli izleyiciler. Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov ictimai televiziyada yayımlanan təmas xətti verilişində çox maraqlı açıqlamalar verib qeyd edib ki, may ayında Nikol Paşinyan hakimiyyətə gəldi. Prezident İlham Əliyevin onunla ilk təması 28 sentyabr 2018-ci ildə Düşənbədə oldu. Orada prezidentin öncədən planlaşdırılmamış qeyri-formal görüşü baş tutdu. Bu görüş bir saatdan artıq çəkmişdi. Həmin görüş zamanı prezident Paşinyana müraciət edərək məsələni həll etməli olduqlarını bildirib. Nazir qeyd edib ki, Paşinyanın ilkin reaksiyası kifayət qədər konstruktiv olub və hakimiyyətə yeni gəldiyini, onun üçün çətin olduğunu, bəlli bir vaxt lazım olduğunu, münaqişənin həlli üçün lazımi addımlar atacağını söylüyor. Prezident elə Düşənbədə olarkən Müdafiə Nazirliyinə bütün istiqamətlər üzrə tam sakitlik və sabitliyin təmin olunması, hətta qarşı tərəfdən atəşkəsin pozulması olduğu hallarında belə qarşılıq verilməməsi ilə bağlı tapşırıq verir. Nikol Paşinyanla ölkələr arasında bir qaynar xəttin təşkilinə razılıq əldə olunur və bu xətt formalaşdırılır ki, hansısa gərginlik olduqda dərhal tərəflər sabitliyi təmin etmək üçün addımlar atırlar. Ceyhun Bayramov xatırladıb ki, 2019-cu ilin martın 29-unda ATƏT-in Minsk qrupunun himayəsi altında Prezident İlham Əliyevin Paşinyanla görüşü olur. İlk görüşdən təxminən 6 ay sonra Paşinyan mövqeyini tam dəyişir. Açıq şəkildə qeyd edir ki, mən bu məsələni həll edə bilmirəm, həll etməyəcəm və hətta belə maraqlı bir arqument də gətirir ki, mən bunu etsəm məni öldürərlər. O prezidentə belə bir ritorik sual da eləyir ki, siz istəyirsiniz ki, məni öldürsünlər. Prezidentin də buna cavabı belə olur ki, mən ümumiyyətlə heç kimin öldürülməsini istəmirəm, ancaq bu heç bir mənada Azərbaycan torpaqlarının işğal altında qalması anlamına gələ bilməz.